Savaştan korktuğumuzda Alişe Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni vlogumda. Necəsiniz xanımlar? Şükür Allaha mən yaxşıyam. İnşallah hər zaman siz də yaxşı olun. Səhər-səhər evi yığışdırdım, təmizlədim. Hər zaman olduğu kimi yoldaşım ət götürmüşdü, onu hazırlayıram. Ət gələn kimi öncədən çəkirəm, belə tikələyirəm. Daha sonra rahat olmaq üçün işlərimi öncədən görməyə çalışıram. Deyirlər ki, günə necə başlasaq, həmin gün elə keçir. Son zamanlar çalışıram ki, günə yaxşı başlayım, enerjik başlayım ki, həmin gündə enerjik bitirim. Səhər-səhər güzgüdən baxıram, deyirəm ki, bu gün çox gözəl keçəcək. Həqiqətən də həmin gün çox yaxşı keçir. Bunu güzgüyə baxaraq 3-4 dəfə təkrarlayıram. Biz evrənə nə mesaj göndərsək, evrən də bizə həmin həyatı qismət edir. Bilmirəm niyə belədir, bəlkə də sınayırıq, buna görə belədir. Ancaq həqiqətən ağzımızdan çıxan sözlər bizə geri qayıdır. Ona görə çalışın, sözlərinizə, danışdığınız sözlərə, mesajlarınıza diqqət yetirin. Nə qədər gözəl sözlərdən, nə qədər gözəl danışıqlardan istifadə etsəniz və nə qədər gözəl fikirləriniz olsa, o fikirləriniz sizə gözəl həyat olaraq geri qayıdacaq. Allah hər birimizə gözəl həyat nəsib etsin. İşlərimi bitirdim xanımlar, gedirik Gənclik Mola sport mağazasına. Oğlum buradan paltar baxmağa gəlmək istəyirdi və gəldik ona futbol formaları baxmağa. Dərshiti gəlmişik Gəncliyə, oğluma idman paltarı götürməyə və top götürməyə. Mağazası gəldik Gənclikdə sport mağazalarına görə oğlumla götürücü burada. Formalara bax. Bana argumentleri var mı? Ne? 390 manat. Var topunu? Dendi. Su qabıdır. Doldurursan idmanlayırsan. Gedirik Waikiki. Şort şukalar var. Şortlar var, ne geçen. Sport geyim mağazasından oğlum üçün 2 ədəd forma götürdük. Futbol forması və bir ədəd top götürdük. Futbol formasını səhv etmirəmsə 25 manata götürdük. Topu 60 manata götürdük. Burada olmuşkən dedik gələk Gənclik Mola mağazaları gəzək Gənclik Moldan və günorta yedik, yemək yedik, pizza, İskəndər dönəri sipariş verdik və yeməyimizi yedik. Formaları artıq sizin üçün çəkmədim, çəksəydim göstərərdim. Kenan Yıldızın və Messinin formasıdır. Mən də əslində bilmirdim ki, onlar fərqli-fərqli olur. Yəni Messinin bir 10 bəkə forması var. Mən bunu bilmirdim. Elə başa düşürdüm ki, ancaq bir forma olur. Oğlumun futbola marağı artdıqca mən də oğlumla bərabər öyrənirəm hər şeyi. Gəldim evə, belə mətbəxi təmizləyirəm xanımlar. Günortadan sonradır, belə
çay stəkanları vardı. Onları yuyuram və mətbəxi təmizləyirəm. Ötən vloqumda qeyd etmişdim. Belə pletka təmizləmək üçün, yəni qaz sabosunu təmizləmək üçün Mr. Muscle vasitəsi almışdıq. Heç bəyənmədim, heç xoşuma gəlmədi və xanımlar tövsiyə etdi ki, Faberlikin yağ çözücüsündən istifadə et. Ondan götürdüm. İndi onu test edəcəm. Görək qazın üzərini yaxşı təmizləyəcəkmi? Xanımlar, Faberlikin yağ çözücüsündən istifadə etdim. Çox bəyəndim. Yəqin ki, bu vasitədən uzun müddət istifadə edəcəm. Artıq axşam idi, vloqa davam etmədim. Səhərə gündür, səhərə gündən sizi salamlayıram. Gəlmişik qızım və yoldaşım üçün Neftçilərə paltara baxmağa. Girdik ilk öncə New Yorkerə və ərazidə yerləşən digər mağazalara onlar üçün paltar götürürük. Artıq onları çəkmədim. Evə gələndən sonra sizlərə göstərəcəm. Oradan da gedirik misafirə. Gəldik xanımlar Neftçilərdə. Demək Neftçilərə nə götürdük? Paltar götürdük qızıma. Onu evdə göstərirəm. Bu da nə götürdüyünü göstərirəm xanımlar. Çoxdandır ki, yaşayırım ki, bu toz-sarandan götürüm ya yox, Fantan toz-sarandan və qərara gəldim ki, götürüm. Çünki bizim mətbəx qanitdir, tez-tez nəysə düşəndə bilinir. Vloglarımı izləyən xanımlar bilir artıq. Buna görə də qərara gəldim ki, bu toz-saranı götürüm. Deməli, neçəyə götürdüm xanımlar? 55 manata bu toz-saranı əldə etdim. Yəni, qabın üzərində rəngi budur. Mən siyah rəngdə götürdüm. 3 rəngi də qırmızı. Deməli, qara və siyah rəngdə. Mən siyah rəngdə götürdüm. Qalan şeylərdən gedər inşallah evdə göstərirəm ki, nə almışıq Neftçilərdən. Bu mənim çox sevdiyim yeməkdir. Qovurmalı aş deyirik buna. Qovurmalı aş. Demək, göyərti, ət qovurması və düyü yanında. Zəhər də salatdan başlayıb. Nuş olsun. Nuş olsun. Birazdan görəcək vegetariyanı. Nə görülmüşdü? Yox. Nə yaxşı, bu çay nə yaxşı.
Baxın görürsünüz necədir. Ondan ilk dəfə də alıram. Pankek. Şapkalı pankek. Qəşəng. Qızlar, gəldiyim evdəyəm. Aldıqlarımı sizin üçün göstərirəm. Neftçilərə getmişdim. Yaxın yer ora deyən ora gedirəm. Belə paltar lazım olanda. Deməli, nə götürmüşəm? Qızım gələm kimi veşikaya artıq asıb. Belə bir qızım üçün cins yufka, yəni şorti yufkadır bu. Rahat olsun deyənə şorti yufka götürdük. Nəzikdir, yay üçün belə götürdük. Bir də jiletkası əynində çox gözəl durur. İnşallah geyinər, əynində də göstərərəm. Baxın. Çox yeri gəzdik bunu tapmaq üçün. Əslində keçən vlogda çanta göstərmişdim sizə. Temudan çanta götürmüşdüm. Cins çanta. Qızıma verdim onu, kiçik olduğu üçün. Düzdür, mən də kiçik çantalar istifadə edirəm. Ancaq o düşündüm ki, məndənsə qızıma yaxşı olar. Və ona görə istədik ki, belə cins yufka götürsün. Cins yufkası demək olar ki, yoxdur. Şalvarlar çoxdur, amma cins yufkası yoxdur. O rəngdə tapmadıq. Daha doğrusu o rəngdə var idi, yəni çanta rəngində adi mavi cinsdir. Bu biraz qəhvəyiyə çalır rəngi. Deməli, o rəngdə tapdıq, çox gödək olduğu üçün bəyənmədik. Belə şortikli cins yufka götürdük ki, geyinəndə uşaqdır, qoy rahat olsun və belə jiletkası. Deməli, bunlara ikisinə verdik 50 manat pul. New Yorkerə girdi, LCY2-yə girdi. Heç birində istədiyi kimi bir şey tapmadı. Deməli, LCY2-nin yanında bir mağaza açılıb. Adı indi yadımda deyil. Ora gedənlər bilir. Geyim mağazası da oradan götürdük. İstəsəniz bu S razmeridir, M razmeri var idi. Səhv etmirəmsə XL də var idi. Daha sonra deməli nə götürdük? Yoldaşıma belə bir şalvar götürdük. Yaz üçün nəzik şalvardır. Belə tam qara deyil. Videoda qara düşür. Belə göy kimi şalvardır. Saruşka götürdük. Bunu çox bəyəndim. Rəngi də gözəldir. Oturuşu da gözəl oldu yoldaşımın əynində. Baxın xanımlar. Telefonum çəkdiyindən sizlər üçün çəkiliş edirəm. Bunu da götürdük Latos ticarət mərkəzindən. Belə bir koftadır. Bu da çox gözəl oturdu əynində. Bunu gündəlik də geymək olar. Belə özəl yerlərdə geymək olar. Yoldaşım çox da, necə deyim, köynək, sarışqa geyməyi sevmir. Ona görə belə rahat bir şeylər aldıq. Bir yana gedəndə geyməyə. Və qızlar, orada da göstərmişdim sizə. Yemək yediyimiz zaman neftçilərdə və nə almışam xanımlar. Göstərim sizə. Bantanton soranını götürdüm. Axır ki, çoxdan fikirləşdim götürməyi. Götürdüm. İnşallah razı qalaram. Mən də bunu götürdüm. Latos ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən Electronics'dən. Mən əslində Instagramda səhifədə görmüşdüm. Oradan soruşdum. Eyni qiymətdir. Ora getmək fikrim var idi. Deməli, Nizamidə filialları var. Bir də 28-də. Səhv etmirəmsə, bir də Sumqayıtda idi. Çıxdım, baxdım, Latosda gördüm. Elə eyni qiymət. Buna görə də Latosdan götürdüm. İnşallah razı qalaram. Mən bunu ümumi ev təmizləmək üçün götürməmişəm. Həm də ümumi ev təmizləmək yaramır. Çox güclü deyil. 500 wattdır. Mən mətbəxdə gündəlik oturur, orada yemək yeyilir. İstər-istəməz mətbəxin yeri qranitdir. Mətbəxin yerinə nə düşsə bilinir. İndi açaq, quraşdıraq bir yerdə görək necədir. Küləyin vıyıltısına görə üzr istəyirəm. İmkan vermir ki, mən çəkiliş edim. Nə etmək olar? Gəlin açaq görək, quraşdıraq, yoxlayaq. Yəqin ki, oradan görürsünüz, xanımlar. Bu rəngi də olur, ancaq baxdığım yerdə ancaq qara və seri rəngdəydi. Mən də seri rəngdən götürdüm, çünki bizim mətbəxə bu və yaxud da qara getməyəcəkdir. Ən yaxşısı dedim, seri rəngdir. Bu rəng ümumiyyətlə yox idi Latosda. Almaq istəyənlər birdən gedər, deyim ki, bu rəng yox idi.
Xanımdan soruşdum, dedi şnuru 5 metrədir. Və ən məsləhətlisi bunu gördü. Dedi özüm də istifadə edirəm. 1 ildir ki bundan istifadə edirəm və bəyənərək istifadə edirəm. Təəssüf ki mən xalça başlığın ağlından çıxdı, götürmədim. Əlavə qiymət olaraq səhv etmirəmsə 5 manat idi. Xalça başlığı almadım. Çünki tələsirdik. Ağlıma gəlmədi ki onu götürmək. Xanım dedi bu adi başlıqdır. Yəni burası şotkalı olmayan başlıqdır. Yəni pol üçündür. Yenə yolumuz o tərəfdən düşəndə gedib ayrıca götürə bilərik. Götürərəm daha doğrusu. Əslində mənə xalça üçün yox, yəni qeyd edirəm mətbəx üçün lazım olduğundan bir o qədər də fikir vermədim. Ancaq indi düşünürəm ki, kaş götürərdim. Belə. Və bilirsiniz nə götürdüm? Bunu açım. Bax buradan açırıq. Belə. Bura yığılır toz. Və belə istifadə etmək üçün torba götürdü. Gəlin yığaq istifadə edək. Belə eləməliyik. Belə. Gəlin qoşaq. Belə. Qoşdum, gəlin işlədək. Özüm bilə-bilə yerə belə o paltardan kəsdiyim ipləri atmışam, görək onu yığacaqmı? Yenə qeyd edirəm, xanım qeyd etdi ki, orada 500 wattdır. Üzərinə yazılır. Deməli, burada göstərəcəm sizə. Qoşum. Qoşum yoxlayaq. Xanımlar, düzü heç bu qədər də gözləmirdim. Həqiqətən çox bəyəndim. Bilmirəm, tezədir deyənə bu qədər güclümü soğurur, yoxsa hər zaman belə güclümü soğuracaq. Çox bəyəndim. 500 volt deyilir, ancaq ki yerdə böyük, kiçik, tük nə varsa hər şeyi götürdü. Gündəlik istifadə etmək üçün çox yaxşıdır. Xanımlar, orada satan xanım mənə onu göstərdi ki, bunun üzərində yazana aldanmayın. 1200 yazıb vakuum. Bu sadəcə dedi onun firmanın adıdır, nədir belə bir şey dedi. Yəni buna aldanmayın. Wattın bilmək istəyirsinizsə, karavkanı çevirin. Yəni çəkim gücünü bilmək istəyirsə, karavkanı çevirib altında burada göstərilir 500 voltdur. Bura baxın. Xanım çox səmimi xanım idi. Dedi başqa mağazalardan götürsəniz bəzən görürsünüz adamı aldadırlar, üzərindəyi wattı göstərirlər və deyirlər ki, çəkim gücü budur. Əslində isə xanımlar, çəkim gücü budur. Bir də ki, bu fontanların stoykalı olanı var idi. Yəni ki, parking yeri olanı var idi. Onlar 89 manata idi. Çəkim gücü 800 watt idi. Xanım dedi ki, mən aldığımdan elə də fərqlənmir. Ən məsləhətlisin bunu bildi, mən aldığımı bildi və dedi ki, özüm də 1 ildir ki, artıq bundan istifadə edirəm, məmnunam. Mən də məmnun qaldım, yoxladım. Yaxşıdır, inşallah davamlı istifadə etdiyimiz zaman da bu effekti görərik. Gələrkən mağazadan şinyat götürmüşdüm. Xanımlar o piroqu, yəni bayaq göstərdiyim piroqu çox bəyəndim, çox dadlı idi. Və Faberlikdən belə sifarişlərim vardı. Şampun, saç maskası və saç serumu götürdüm. Ötən vlogda qeyd etmişdim xanımlar ki, bunu sifariş vermişəm. Saçım çox cansızlaşıb və tökülmə hiss eləməsən də zəifləyib. Buna görə
biber maskası götürdüm. Hanımlar, eğer istifadə edəniniz varsa mütləq yorumlarda bildirin, yorumlara yazın, effektiv varmı? Çünki ətrafımda olan xanımlar bəzisi deyir istifadə etmişəm, heç bir işə yaramayıb. Bəzi xanımlar isə deyir ki, həqiqətən çox gözəldir, çox yaxşı effekt verir. İndi bilmirəm məndə necə olacaq. İnşallah gələn vloqlarımda mütləq istifadə etdikdən sonra sizlərlə bölüşəcəm. Həmin günü axşamıdır, xanımlar gəlirik Bravoya. Biz hər axşam gəzə-gəzə lazım olan şeyə gəzə-gəzə gəlib götürürük. Həm gəzinti olur, həm də evə lazım olan şeyləri götürürük, belə kiçik şeyləri. Bu it bizimlə bərabər 15 dəqiqə, bəlkə də çox yol gəldi. Piyada keçidini keçdi, yəni yolun üzərindən olan piyada keçidi gəldi Bravo'nun qabağına. Belə qərara gəldi ki, yoldaşımla o boyda yol gəlib, yəqin acdı, ona yemək götürək, toyuq götürdü onun üçün. O nuş etdi. Mən də sevindim ki, bu günlərimdə bir heyvanın qarnını doyuzdura bildik. Belə evdə heyvanımız üçün də, yəni pişiyimiz üçün də yemək götürürəm. Bu əslində yaş yeməklər çox da xeyirli deyil. Belə həkimlər belə deyir, həftədə 1-2-dən artıq olmaz. Qızım isə hər dəfə məktəbdən gələndə pişiyə mütləq yemək alır gəlir. Hətta bəzən özünə yemək almır, amma mütləq pişiyə yemək alır. Bəzi şeylər götürüb Bravodan və terminaldan. Xanımlar, vergimi ödəyirəm. Baxın görün mən nə qədər çıxartdığım pul üçün vergi verəcəm. 20% vergi, baxın budur. Vlogu burada tamamlayıram. İnşallah gələn vloglarda, gələn videolarda görüşərik.